Salam dəyərli müəllimlər, hər birinizi xoş gördük. MİQə hazırlaşanlar üçün 2025 ilk sınağım gəlir izahları. Deməli, ilk sınağımda 5 mövzunu əhatə edəcək suallar toplusundan ibarətdir. Maraqlı, düşündürücü, əsl deyə belə deyim ki, MİQ səviyyəli suallardır. Gəlin izahlara başlayaq. İzaha başlamamışdan qabaq bir elanı verim ki, yəni MİQ sertifikasiya hazırlaşanlar, sertifikasiyadan yüksək 50+ toplamaq istəyən müəllimlər varsa, mütləq bu nömrə ilə əlaqə saxlaya bilər. 050 558 5920 WhatsApp nömrəsinə yazaraq geniş ətraflı məlumat ala bilər. Həm MİQ dərsləri, həm də ola bilər ki, özünü daha yaxşı inkişaf etdirmək istəyən müəllimlər var. Onlar da dərslərimizə qatılıb iştirak edə bilər. Birinci sualdan izahından başlayaq. 240 ədədlərdən neçəsi 3-ə bölünür, amma 5-ə bölünmür. 3-ə bölünən ədədlər çoxluğu, yəni en3 yazaq bunu. 240-ın içində nə qədər 3-ə bölünən var? 240-ı bölürəm 3-ə. 80 dənə 3-ə bölünən var. 5-ə bölünən isə 240-ın içərisində 5-ə bölünənlərin sayı. 240-ı 5-ə böləndə 200-ü 5-ə böldüm. 48 dənə. İndi həm 3-ə, həm də 5-ə bölünənləri tapaq. Həm 3-ə, həm 5-ə bölünən, yəni 15-ə bölünən deməkdir. 15-ə bölünən nə qədər var? 240-ı bölməliyəm 15-ə. 1 15-in 15 çıxdım. 90-ı 15-ə böləndə 6 dəbi. Belə Euler-Venn diaqramını təsvir edə bilərəm. Bu 3-ə bölünən olsun, 5-ə bölünən olsun, belə. Həm 3-ə, həm 5-ə bölünən 16 dənədir. Amma 3-ə bölünən isə 80 dənə. 80 isə deməli burada nə qədər qaldı? 64 dənə qaldı. Yəni 3-ə bölünür, amma 5-ə bölünmür. Elə bizə bu lazımdır da. 3-ə bölünür, amma 5-ə bölünmür. Yəni bir sözlə 3-ə bölünənlərin sayından mən 15-ə bölünənlərin sayını çıxmalıyım. Doğru cavab 64. Hansı variant? C variant. Keçirik ikinci suala. İkinci suala məxrəcinə fikir verək. Məxrəcdə 3-də 4. Sonra 4 bölünsün. 1, 2, 3-ü toplayıram. Eləyir nə qədər? 6-da 4. Plus bundan sonra 4 bölünsün. 1, 2, 3, 6. Bu da 10-da 4 və sairə. Üstə gəlinsin. 4 bölünsün. 1-dən 17 ədədlərin cəmi buradan hesablayaq. 1 plus 17 bölü 2 vur 17. O da eləyir 18 bölü 2. 9 vur 17. Buna 9 vur 17 yazıq. İndi burada məsələ budur ki, bunu başqa formada necə yazmaq olar? Bunun hər tərəfini 2-yə vuraram. Surəti məxrəcini 2-yə vursam olacaq 8 bölünsün 6. Üstə gəlinsin 8 bölünsün 12. Üstə gəl 8 bölünsün 20 və üstə gəlinsin 8 bölünsün məxrəci də 2-yə vuranda olacaq 17 vur 18. 6, 12, 20 bizə tanış ədədlərdir. Necə yazırıq bunları? 2 vur 3-də 8. Sonra 3 vurursun 4-də 8. 4 vur 5-də 8. İndi deyə bilərsiniz ki, bunun hazır düsturu var. Düstur falan mən yadıma gəlmir düsturu əzbərləyib. Yəni nəsə burada gedişat eləmək lazımdır ki, oradan sonra da bu formaya gəldi. Məxrəclər bir-bir artdığına görə bunu yazırıq belə də. 8-i vuruq kimi çıxardaq. Qalır burada 2-də 1, minus 3-də 1. Üstə gəl 3-də 1, minus 4-də 1 və plus nöqtələr 17-də 1 çıxılsın 18-də 1. Bunların hər biri burada əvvəl hamısı gedir, bir dənə əvvəli, bir də axırı qalır. Oldu 8 vurulsun, 2-də 1 çıx 18-də 1. 18 ortaq məxrəc, 2-yə böldüm 9. 9 çıxsın 1, 8. 8 ilə 18 ixtisar edir. 2-yə gedir 4, 9. 9-da 32. O da eləyir 3,9-da 5. Doğru cavab 2-də hansı variant? B variant. Növbəti üçüncü suala keçirəm. Üçüncü sualda deyir ki, bunun sonunda neçə dənə 0 var? Əslində burada 137 faktorial, 79 faktorial. Yəni biz burada ən belə deyim ki, balaca hansıdır? Bunun sıfırların sayına baxmarıq. Niyə? Çünki məsələn mən deyirəm ki, 205 faktorial üstə gəlinsin 205 faktorial üstə gəlinsin 4 faktorial. Bunun 205'in faktorialda çoxlu sıfırları var. Məsələn deyək ki, 205 faktorial axırı belədir.
17, məsələn 3 nöqtə. Axırında sıfırların sayı o qədər çoxdur ki. Məsələn, Lorentz dildə deyirəm də. Üstünə 4 faktor gələndə 6. Deməli, bunun sonu bitməsi ən balacadır hansıdır? Onu müəyyənləşdirək. İndi burada 79 daha kiçikdir. Ona görə burada hansının daha balacadırsa, oradakı sıfırların sayını müəyyənləşdirmək lazımdır. 79 faktoriyel nə qədər sıfır var? Yolu var da bunun. 5'ə bölürəm. Düşür 15 dəfə. 15'i 5'ə bölürəm 3 dəfə. 3 də 5'ə bölünmür. Oldu. Bu 15 qismətləri toplayıram. 15 ilə 3'ü topladım. 18 dənə burada sıfır var. Doğru cavab 3'də D bəndi. Keçək 4-cü suala. İllik inflyasiya 60% olduğu ölkədə, illik inflyasiya 60% ise 100 manata alacağım bir şeyi alıram 160 manata. Maaş neçə faiz artmalıdır ki, alıcılıq qabiliyyəti 10% artsın. Artıq burada alıcılıq qabiliyyətinin 10% artması üçün, yəni mən 160 manata nəysə, yox, daha 160 manatdan da çox pulum olmalıdır. Yəni 10% artması üçün alıcılıq qabiliyyəti 160'ı 10% artırıram. 10%'in gəlirəm üzərinə. Nə qədər eləyir? Bunlar getdi. Oldu 176 manat. Deməli, mənim normalda maaşım 76% artmalıdır. Yəni 100%-dən 176'ya gəlməlidir. 76% artım verməlidir. B bəndi. Keçirik 5-ci suala. İnflyasiya məsələsində bir sıxıntı varsa, inflyasiya məsələsinə aid əlavə bir izah çəkmişəm. Oradan YouTube kanalından baxa bilərsiniz. 27x 3y. Bu ədəd deyir 36'ya qalıqsız bölünür. 36'ya qalıqsız bölünür, yəni 4'ə və 9'a bölünən ədədlərdir. Həm rəqəmlər cəmi 9'a bölünməlidir, həm də son 2 rəqəmi 4'ə bölünməlidir. İkisinin ən böyük qiymətini tapın. Deməli, mümkün halları araşdıraq. 4'ə bölünürsə axırı neçə ilə qurtarmalıdır? 27x 32, bu bir variant. 32, bir də ki, buradan yazıram 27x 36, bu da ikinci variant. İndi bu da 9'a bölünməyi nəzərə alaq. 9'a bölünmək üçün birinciyə baxaq. 2, 7, 3, 2, 5. Bu da 9, 9, 5, 14. 14 isə deməli, plus x neçə olmalıdır? X deməli 9'a bölünməsi üçün ola bilər 5 ola bilər. Vergül 5. Başqa olan məsələ burada. Sadəcə bir dənə 5 ola bilər. Üzr istəyirəm 4 ola bilər. X'in qiyməti 4. Burada isə 3, 6, 9. Bu da 9. 18. Deməli x burada ola bilər 9. Bunların içində ən mümkün variantı ən çox hansıdır? C bəndi. Yəni ən böyük lazımdır. O da C bəndi olacaq. 6-cı sual maraqlı sualdır. 5 düz xəttin kəsməsində ən çox neçə şua əmələ gəlir? 5 düz xətlər hamısı bir-birindən kəsişirsə, onda bunlar hamısı bir-birindən cüt-cüt kəsişməlidir. Cüt-cüt. Cüt-cüt kəsişmək o deməkdir ki, yəni buradakı hamısı bir-birindən hər kəsişəndə neçə dənə burada nöqtə yaranır? Birinci onların sayını tapaq. Onların sayını tapanda belə yazırıq ki, kombinizon 5'dən 2 sayda nöqtə yaranıb burada. 10 dənə nöqtə, kəsişmə nöqtəsi var. Hər nöqtədən də neçədən? İndi mən bunu göz ayarı çəkmişəm də, təxmini başa düşmək üçün çəkmişəm. Nöqtə var. Hər nöqtədə neçə şua çıxır? 1, 2, 3, 4 dənə şua çıxır. 10 da vuram 4'ə. Burada 40 dənə şua yaranar ən maksimum sayda. Doğru cavab hansı edir? Y bəndi. Keçirik 7-ci suala. 7-ci sual. M kvadratı plus 6m minus 35 bölünsün m minus 3. İfadənin qiyməti neçə tam qiymətində tamdır? Surəti sadələşdirək. Belə yazaq ki, bunu yazaq m minus 3. Bunu m minus 3 vurulsun m plus 9 kimi yazaq ki, orada a plus 6m yaransın. Mənfi 3, mənfi müsbət 9. Elə də mənfi 27.
Mənfi 27, o bu da olacaq minus 8. Minus 8 yazıram ki, burada mənfi 35 yaransın. Bunu da kəsirlərini ayrı-ayrı yazsam, onda bir olacaq. Olacaq belə. Bir dəfəli yazım elə. Bunu yazanda n-3-lər ixtisar edir. Qalır neçə? n plus 9 minus 8 bölünsün n minus 3. Və bu ifadənin tam olması üçün onda n minus 3 8-in bölənləri olmalıdır. 8-in bölənləri 8 nəyə bərabərdir? 2-nin kubu. Natural bölənlərin sayı 4 dənədir. Tam bölənlərin sayısı 8 dənədir. Deməli, neçə tam qiymətində? 8 dənə tam qiymətində bu ifadə tamdır. Doğru cavab 8-də D bəndi. Keçirik neçəyə? 8-ci suala. 8-ci sualda deyir ki, bunların ifadəsinin qiyməti 9-da 1-dir. Əgər bu 9-da 1-dirsə, bizə A-nın əksi tam qiyməti soruşur. Yazaq gedirik ki, A-da 1. Əgər A B-dən böyüdürsə, onda A-da 1 kiçikdir B-də 1 yaza bilərəm. O da kiçikdir C-də 1-dən, kiçikdir D-də 1-dən, kiçikdir Y-də 1-dən. Bu tam tərsinə olmalıdır da. Və bu cəmin 9-da 1 olmağa məlumdur. Əgər bu cəm 9-da 1-dirsə, D-də 1, 9-da 1. Mən bu ifadəni B1-i A1 ilə əvəz eləsəm, yəni B1-i C1-i A1 ilə əvəz eləsəm, onda belə olacaq. A1, üstəgəl A1, üstəgəl A1, üstəgəl A1 və üstəgəl A1. Burada bərabərlik yox, bərabərsizlik alınacaq. Çünki B-də 1 daha böyükdür deyənə. Mən onu A-da 1 ilə əvəz edimsə, A-da 1 daha kiçik olduğuna görə bu 9-da 1-dən də kiçik olacaq. Yəni B-də 1-in yerinə götürüb A-da 1 yazsam, yəni məlum məsələdir ki, B-də 1 daha böyükdür. A-da 1 yazsam, artıq bu 9-da 1-dən kiçik olmalıdır. İndi nə oldu burada? A-da 5, kiçik 9-da 1. 9-da 1-i də belə yazaq da. 5-ə vursam 5, 45. Buradan da A böyüdür 45-dən. Ən kiçik tam qiymət, yəni A bərabər 46 olacaq. Doğru cavab burada 8-də C bəndi. Keçirik 9-cu suala. 9-cu sualda deyir ki, ifadə verilib bizə x minus 3 üstə gəlsin 10 plus x ifadəsinin neçə tam qiymətdə ən kiçik qiymət alır. Bu sualları funksiya ilə də araşdırmaq olar. Yəni buna bir fx funksiyası kimi baxsaq, görərik ki, burada deyir ki, bax bu ifadə buna vaxt hər biri modullar sıfıra çevrilir. X-in 3 qiymətində, X-in mənfi 10 qiymətində. Deyək ki, mənfi 10 qiyməti buradır, burada 3 qiymətidir. Mənfi 10 və 3-də hər biri neçə alır? Mənfi 10 verəndə olur 13. 3-də verəndə yenə 13 olur. Yəni bu ifadə mənfi 10-dan 3-ə qədər ancaq sabit olaraq hansı qiymət alır mənfi 10-dan 3 parçasında? Ancaq 13 qiymətini alır. 3-dən sonra qiymət artır və mənfi 10-dan sonra qiyməti belə artır bunun. Belə babının qiyməti artır. Və bizim sualımızın cavabı nə oldu? YX yazaq buna, funksiya kimi baxdı. Ən kiçik qiyməti 13-dür. Ən kiçik qiymət soruşmur. Bizdən soruşur ki, X-in neçə tam qiymətində ən kiçik qiymətini alır? Mənfi 10-dan 3 parçasında nə qədər qiymət var? 14 dənə qiymət var. 14 dənə tam qiymətdə bu ifadə ən kiçik qiymətini alır. Doğru cavab burada olacaq D bəndi. Keçirik neçəyə? 10-cu suala. 10-cu sual zəncirvari kəsrlər sualına aiddir. Burada belə qeyd edək ki, bax buradakı ifadə əvvəlcə bu 4-ü və 1-i nəzərə almayaq. Bax bunlara fikir verməyək. Bunlar yoxdur. Buradakı zəncirvari kəsrə baxaq. O zaman mən buna bir t desəm, onda belə olar da 2 minus t bölü 3 bərabər t. Buradan da yazaq ki, 2 bərabərdir. T'də 3-ü atsam sağ tərəf olacaq 3-də 4t.
T də bərabərdir. 2-ni 3 də 4-ə böləcəm. 2 vurulsun 4-də 3. O da oldu 1,5. Bu belə. T tapıldı 1,5. İkinci isə tapdığım T'ni nəzərə alıram. Mən tapmışam. Yəni buradakı ifadənin qiymətini tapmışam. Bu ifadə tapılıb. Neçə tapdım? 1,5. Olacaq belə. 1 çıxılsın 1,5 bölünsün 4. 1 çıxılsın 2'yə vursam 3 bölünsün 8. O da olacaq 8'də 5. Doğru cavab onda A bəndi. Keçirik 11-ci suala. 11-ci sualda deyir ki, bu ifadənin tam qiymətləri cəmini tapın. Bu sual tipləri natural ədədlər mövzusunda geniş izahını vermişəm ki, nə etmək lazımdır? Yəni sınaq olduğuna görə hər sualda çox dərinliyə getmirəm. Tam qiymətlər cəmi soruşursa, məxrəcin sıfıra çevrilən qiymətin vurmalıyam burada tam bölənlərin sayını. Tam bölənlərin sayını tapaq. 240, 3 vur 8, vur 2 vur 5. O da oldu belə. 2 üstü 4 vur 3 üstü 1 vur 5 üstü 1. Natural bölənlərin sayı nə qədərdir? 5 vur 2 vur 2. 12, 20. Tam bölənlərin sayı isə o da 40 dənədir. Biz nə etməliyik? Bu cəmi tapmaq üçün S bərabərdir 40'ı tam bölənlərin sayın məxrəcin sıfıra çevirən qiymətinə vururam. 60. Niyə vururam? Artıq o izahı oradan axtarıb tapa bilərsiniz ki, ona aid geniş bir izah yazmışam. 13-cü sual. Məxrəci 36 üstü n düzün sonlu onluq kəsrlərin sayı 63'dür. 36 üstü n'in belə parçalı edə bilərik ki, 36 üstü n necə yazılacaq? 4 üstü n vurulsun 9 üstü n. O da olur 2 üstündə 2n vurulsun 3 üstü 2n. Sonlu onluq kəsrlərin sayı nə ilə ifadə olunur? 2 və 5'lərə görə təyin olunur. Yəni burada 2'lərin qiyməti belədir. 2 üstü 2n minus 1 saydadır. Bu bərabər 63. 2 üstü 2n bərabər 64. Buradan da çıxır ki, n neçəyə bərabərdir? 64 2 üstü 6'dır. N də bərabər 3 çıxacaq. Yeni soruşu doğru cavabımız hansı və C bəndi olacaq. Demək, keçirik 13-cü suala. 13-cü sualda surəti belə yazaq. 3 vurulsun A plus 2 yazaq. Qaldı orada 3 plus 3. Məxrəcdə isə A plus 2. Bu da bərabərdir. 3 üstə gəlinsin 3 bölünsün A plus 2. Və kəsr hissə deyir 0,6'dır. Kəsr hissəni buradakı ifadəni bərabərləşdirək. 3 bölünsün A plus 2 bərabər 10'da 6. 5'də 3. Bu da tənasibdir. Tənasib kimi həll etsəm 3A plus 6 bərabər 15. 3A bərabər 9. Buradan da A bərabərdir 3. Natural qiymətini soruşur. Doğru cavab hansı olacaq? C bəndi. 14-cü sual. ABC natural ədədlərdir. Əçob AB 80, əçob AC 90'dır. Yazaq bunu. Buna aid əbob sualı yazmışıq. Bu isə əçoba aid sual tipidir. Əçob AC bu da 90'a bərabərdir. Əla biləcək ən böyük qiymət. İndi belə təhlil edək ki, bu sualı. Burada hər ikisində A var. Və A varsa biz onu deyə bilərik ki, A ədədi həm 80'in həm də 90'ın bölənidir. Çünki əçob AB 80'dirsə, yəni 80 həm A-ya həm B-yə bölünür. 90 həm A-ya həm C-yə bölünür. A ədədi nəyə bərabərdir? 80 ilə 90'ın bölənidir. Və bunun ən böyük qiymətini soruşursa, deməli A nəyə bərabərdir? Əbob 80 ilə 90'ın qiyməti o da eləyir 10. Ən maksimum 10 olacaq. 10 olduğuna görə 10'la neçənin
Əkobu 80'dir. 10'dan elə 80. Bu da 10'dan 90. Yəni A 10. B 80. C de 90. Toplam cəmi soruşur. 170 o da 10, 180. 14'te doğru cavab hansı olacaq deyib bəndə. Bəli, gözəl bir dənə sual gəldi bura. 15-ci sual. 9 üstü 99 çıxılsın 7 üstü 99. Bunun 64'e bölünməsindən alınan qalığı tapın. Ne gözəl sual. Mən bunu belə parçalayaram ki, yazaram ki, bunu 8 plus 1'in üstündə 99 minus, bunda yazaram 8 minus 1'in üstündə 99. Məlum məsələdir ki, burada 99'un atışını tapmaq mümkün değil. Ama mümkün variant burada bir dənə var. 8 plus 1'in üstü 99, bax belə atılır da. 8 üstü 99, nə bilim plus ancaq 8 vurgularından ibarətdir. 8 və ən axırda 1 üstü 99. Minus. Burada da yenə də 8 minus 1 üstü 99'un atışında bütün vurgularda hamısında 8 var. 8 üstü deyək ki 99, yəni orada bir dəfə minus, bir dəfə plus. Plus minus və ən axırda plus 1. Burada birdən başqa bütün vurgularında hamısında bulan 8 var. Burada da birdən başqa bütün vurgularda hamısı 8 var. Yəni bu ifadənin atışında hamısı 8'i tam bölünür. Bircə dənə burada 1 qalır artıq. O da eləyir 2 qalıq. Yəni bu cavab qalığı olacaq neçə? 2 olacaq deyib bəndə. Tam başa düşmək üçün belə də fikirləşə bilərik də biz. Deyək ki, bax 8 olmasın, yazıram A plus B üstü 99 yazıram. Bu necə atılır? A üstü 99 üstə gəlinsin. Kombinizon 99'dan 1. Kombinizonları yazmayaq. Əsas bizə yazaq ki, burada A üstü neçə? 98, B üstü 1, nə bilim A üstü 97, B'nin kvadratı və bu əgər A yox 8 olsa 8, bu 8'ləri yaza gedirəm də. Deməli bunlar hər bir 8'e tam bölünür də. Qabağında kombinizonları da var da bunların. Kombinizon. Bu ifadə hamısı 8'e bölünür. Sadəcə ən axırıncı yazılan 1 bölünmür 8. Maraqlı sual və cavab deyə bəndə olacaq. Keçirik 16'ya. %20% duz məhlulu 30% hansı nisbətə qarışdırmaq lazımdır ki 28% məhlul olunsun. Bunun çox sadə taktikası var. Bu 20%, bu da 30%. Biz nə istiyoruz? 28%. Buradan bura qədər 2% qalıb, buradan bura qədər 8%. Onda məhlulu belə qarışdırmaq lazımdır. Bu məhlulu yazaq ki, burada deyək ki, bundan A götürüb, bundan B götürək. Onda A bölünsün B. A'dan 2 hissə götürmək lazımdır. B'dən isə 8. Yəni daha çox hansına yaxındır? 28, 30'a yaxındırsa ona görə elə bir ki çarpaz vururuq da onun az götürür. O da 1 bölünsün 4 nisbətdə. Yəni A'dan 1 hissə götürmək lazımdır. B'dən də 4 hissə götürmək lazımdır. Bu belə, bu da belə. Çarpaz. Buna bir ədəd oxunu təsvir etmənin rahat bir taktikası var. Amma belə ikinci yoldakı məlum məsələdir. Onun izahını bilirsiniz ki, birini A, B ifadə edib, sonra umum şəkildə tapmaq olar. Doğru cavab A bəndi. 17-ci sual möhtəşəm sual və bunu mən bir dəfə izah eləmişəm video izahımda. Ola bilər rastıza çıxmayıbsa bunu təzədən bir izah edirəm. ABC 720'ye bərabərdir. Yazaq ki, burada 720 bərabərdir. 8, 9, 10. 2'nin kubu.
3'ün kvadratı 2 vur 5. Oldu belə. A, B, C bərabərdir. 2 üstü 4, 3'ün kvadratı vur 5 üstü 1. Aha. Bu paylanma məktub qələm paylanma kimi hesablanacaq. Yəni ki, elə bir ki 3 dənə ədəd götürməliyəm mən burada. Ola bilər 2'nin kvadratı olsun. Burada 2'nin kvadratı vur 3 olsun. Burada olsun 3 vurulsun 5 olsun. Bax belə. Və yaxud da ki, belə də ola bilər. 2 burada olsun. Burada 2'nin kvadratı olsun. Burada 2 olsun. 3 olsun. 3'ün kvadratı olsun. Burada bir dənə 5 olsun. Müxtəlif versiyalar var burada. Amma bunu necə tapırıq? Yazırıq ki, necə ki mən məktub qələm paylamada izah eləmişdim ki, məsələn 5 qələmi 2 nəfərə neçə üsulla paylamaq olar? 5 eyni qələmi 3 nəfərə neçə üsulla paylamaq olar? Bax, bu da təkrarlı kombinizonla gedir. Yazaq ki, burada nə qədər 2 var burada? 4 dənə 2 var. 4 dənə 2'ni 4 dənə 2'ni 4 dənə 2'ni 3 yerə necə paylamaq olar? Onda cavab belə olacaq. Kombinizon 4 plus 3 minus 1'dən kombinizon 3 minus 1. 7'dən 1 çıxıram. Kombinizon 6'dan 2, 15 dənə üsulla paylamaq olar. Bu belə. Burada nə qədər 3 var? 2 dənə 3 var. 2'ni 2 dənə 3'ü 3 yerə necə paylamaq olar? İndi deyə bilərsiniz 2 dənə 3'ü necə 3 yerə paylamaq olar? Məsələn, ola bilər birində 0, 3, 3 olsun. Birində 0, birində 9, 0 olsun. Bax, beləncə paylamaq mümkündür. Yəni, birinə heç nə düşməyə də bilər. 0 da yaza bilərik. Yəni, heç bir vuruq iştirak etmir də. Paylama o formada. 2'ni 3 yerə necə paylayırıq? Yazırıq ki, 2 plus 3 minus 1'dən kombinizon 3 minus 1. Bu 3, yəni ABC 3 say olaraq. Buna təkrarlı permütasiya kombinizon düsturu deyilir və bu olacaq 5'dən 1, kombinizon 4'dən 2, o da olur 6. Bir dənə 5'i 3 yerə necə paylamaq olar? Bir dənə 5'i. 1 üstə gəl 3 minus 1, kombinizon 3 minus 1, o da nə qədər? 4'dən 1 çıxanda kombinizon olacaq 3'dən 2, 3. Aha. Nəhayət, burada cavab olur belə. Ümumi say bərabərdir. 15 üsulla 2'ləri paylamaq olar. 6 üsulla 2 nəyi 3'ləri və 3 üsulla da 5'ləri. 3 üsul dedim. 5 yazdım. 93, 270 üsulla bunu paylamaq olar. Çox gözəl, maraqlı və möhtəşəm bir sual. 17'də doğru cavab C bəndi. Keçirik 18-ci suala. Eyni məhsuldarlıqla işləyən 24 işçi 8 metr kvadrat xalçanı 6 günə toxuyur. Həmin işçilərdən 12 nəfər 30 metr kvadrat xalçanı neçə günə toxuyur? Bu say, bu miqdar, say. Deməli, sayla say tərs mütənasibdir. Ona görə bu qarşı-qarşı. Amma miqdar isə düz mütənasib olduğuna görə çarpaz. Yəni, biz belə yazırıq da. Yazaq 24. 24 ilə 6'nı vururuq. 24 6 qarşı-qarşıya vurulacaq. Belə də yaza bilərik. Belə, beləsini. 24 vurulsun 30 vurulsun 6 bərabərdir. 12 vurulsun 8 vur x. 24 12 x getdi 2 qaldı. Qaldı burada belə. 8x bərabərdir 36'nın 182'ye vuranda 360 və buradan da x ilə bərabərdir 45. Cavab olacaq C bəndi. 19-cu sual. Bir isə onun birinci gün 3'də 1'i getdi. Sonra qalanın 4'də 1'i. Qalan nə qədər qalmışdı?
Qalan 3-də 2 qalmışdı. Qalanın 4-də 1-i. O da getdi qaldı 6-da 1. Üçüncü gün isə qalanın yarısı. Hesablayaq ki, deməli 2 günə 3-də 1 getdi, 6-da 1 getdi. Oldu 6-da 2, 6-da 3. 2-də 1 hissəsi getdi. Deyir ki, qalanın yarısı 3-cü gün. Qalanın 2-də 1 gedibsə qalıb 2-də 1-i. 3-cü gün isə yəni qalanın 2-də 1-in yarısı da o da eləyir 4-də 1. Və 3 gündə 24 kiloqram un istifadə edilərsə. 3 gündə əvvəl 2-də 1, birinci, ikinci gün 2-də 1, axırıncı gün 4-də 1. Yazaq ki, bunu birinci, ikinci gün 2-də 1, üçüncü gündə 4-də 1. Nə qədər oldu? 4-də 3 hissə oldu. 4-də 3 hissə un istifadə olunur və bu un da 24 kiloqrama bərabərdir. 24'ü bölək 4'də isə vıraq 3'də 4'ə. Deməli, un 32 kiloqram imiş. Doğru cavab hansı bənd eləyir? D bəndi. 20-ci sual. Paralel düz xəttlər var burada. Belə bir sualdır. Verilən şərtlərə görə bura 270 dərəcəsə, qaldı burada 90 dərəcə. 270-90. Bunlar paraleldir bir-birinə. 70 dərəcə buradır. Bura 30 dərəcədir. Və alfanı soruşur. Qaydaya görə buradan xətti çəksəm mən bura. Bura bir x deyirəm. Qayda belədir ki, sağa baxanlar və sola baxanlar. Sağa baxanlar 30 ilə 90'dır. Sola baxanlar sol tərəfə x ilə 70. Buradan x plus 70 bərabər neçə? 120 dərəcə. X bərabər də 50 dərəcə. X-imiz 50-dirsə bizə alfa lazımdır. Alfamız da olacaq bərabər 130 dərəcə. Doğru cavab burada B bəndi. 21-ci sual. 2A bölünsün 3 bərabərdir 3B bölünsün 4 bərabər 4C bölünsün 5. Müsbət ədədlər üçün A plus C-nin cəminin neçə faizidir? Bəli, bunlarda birinci surətləri bərabərləşdirək. Hamısı neçə getirək? 12 getirək. Bunu 6-ya vıraq, bunu 4-ə vıraq, bunu 3-ə vıraq. Ondan olacaq 2A, 12A bölünsün 18 12B bölünsün neçə? 4'ə vurdum 16 bərabərdir 12C bölünsün, bu da oldu 15. Aha. Surətlərin nisbətində hamısında 12 varsa 12A bölünsün 12B bölünsün 12C. Bu bərabərdir 18, 16, 15. Yəni bu nisbəti belə dəyişdirib ABC də yazmaq olur. ABC bərabərdir 18, 16, 15. Hər birini yəni burada 12'ye böldüm. İndi biz belə ifadə eləyək K-larla A 18K, B 16K və C-miz də neçədir? 15K'dır. Bu gözəl. A plus B C-nin cəmi neçə faizdir? A burada 18K'dır. Cəm də 18, 16. Eləyir nə qədər? 18, 16. 34. 34 bu da 15. Bu da 49 eləyir. 49K. Bir dəqiqə baxım suala, görüm nəsə çatışmır burada. Burada mən texniki sevərəmişəm. Burada 3 yoxdur, 3B bölü 3'dür burada. Ona görə B bölü 3 olanda bunu hər tərəfini neçəyə vuracam? 12'ye vuracam. 12'ye vursam 12B, bu da 3 olanda olacaq B bölünsün B bölü 3. Daha doğrusu burada B bölünsün 1, 3 yoxdur burada belə. Məxrəcdə 1 var. Bu olur 12. Burada olur neçə? 12. Burada cavab çıxacaq nə qədər? 12 toplayanda 45 və faizlə ifadə edəndə 100%. 9'a yaxşar getdi 2-də 5, cavab 40%.
Bəli, doğru cavab 40% C bəndi. Keçirik 22-ci. 22-ci sualda uyğun tərəfləri paralel olan bucaqların tənbirlənən perpendikulярıdırsa, bu müxtəlif adlı bucaqlardır. Bax, burada sözdən tutmaq olar ki, paralel olan bucaqlar perpendikulярdır. Əgər desək ki, paralel olan bucaqların tənbirlənən paraleldir, o eyni adlı olardı. İndi yazaq ki, 3 beta minus 2 alfa bərabərdir 190. Müxtəlif adlı olduğuna görə beta ilə də alfanın cəmi 180 dərəcədir. İstəyəm təhlilini həll edək. Buradan 2'ye vursam hər tərəfin 190. 2'ye vursam 2 beta 2 alfa bərabərdir 360. Tərəf-tərəfə toplasam oldu 5 beta bərabərdir 360 190. 550 və beta da bərabərdir 110 dərəcə. Beta 110'dursa alfa da 70 dərəcədir. 2 alfa plus beta'dan soruşur. 2 alfa 70 70 140, bu da 110 250. 2 alfa plus beta 250 B bəndi olacaq. 23-cü sual. Maraqlı bir sualdır bu. 1 4 9 8 4 9 11 7 6 bölünsün 9 11 15 5 bölünsün 11 15 və 16. Bax, bunu belə parçalamaq olar. Yazmaq olar ki, bunu 1 vurulsun 4'də 1 minus 4 vurulsun 9'da 1 kimi yazmaq olar. Yazsaq, orta əməliyyat tapsaq, 1 ilə 9'un arasında fərq 8 olduğuna görə bu kəsiri verir. Üstə gəlinsin 4 vurulsun 9'da 1 minus 9 vurulsun 11'də 1 kimi yazmaq olar. Bu ikinci kəsiri bu formada yaza bilərik. Plus bu kəsiri 9 vur 11'də 1 minus 11 vurulsun 15'də 1. Plus bu tərtibat, bu sual özümə aid sualdır. Heç bir vəsaitdən küsməmişəm bunu. 11 vurulsun 15'də 1 minus 15 vurulsun 16'da 1 kimi yaza bilərəm bunu. Parçaladım bunu. Və parçalayandan sonra da burada görünür ki, buradan bir əvvəlincisi hamısı islah gedir. Birinci, ikinci, üçüncü getdi. Qaldı bir əvvəl, bir də axır. Yəni burada əvvəli 4'də 1. Ən axırıncı da 15 vurulsun 16'da 1. Orta mərəzi neçədir? 15 vur 16. 4'ə böləndə düşür burada. 16'nı 4'ə bölən 4, bu da 15. 60. Bu da 1. 60'dan 1 çıxanda 59. Demək, 59 bölünsün 15 vur 16. Keçək 24-cü suala. İlk 300 NATO ədlərinin neçəsi 28 ilə qarşılıqlı sadədir? 28-i belə yaza bilərəm. 4 vur 7, 2'nin kvadratı vur 7 üstü 1. Deməli, 28 ilə qarşılıqlı sadə deməkdir ki, həmən ədədlər nə 2'yə, nə də 7'yə bölünməyən ədədlərdir. 2'yə və 7'yə bölünməyən ədədlər olmalıdır ki, qarşılıqlı sadə olsun. İndi 300-lə ilk 300 ədədlər listəsində tapmaq lazımdır ki, nə qədər ədəd 2'yə və 7'yə bölünmür. Onun üçün əvvəlcə belə tapmalıyıq. 2'yə bölünənlərin sayını tapmalıyıq. 2'yə bölünənlərin sayı 300'ün üstündə nə qədər 2'yə bölünən var? 150 dənə. 300'ün üstündə nə qədər 7'yə bölünən ədəd var? 300'ü 7'yə bölək. 300'ü buradan 7'yə bölək. Demək 5, 4 dəfə 7'ni 28. 20'ni 7'yə böləndə 2 dəfə 42 dənə. Həm 2'yə həm də 7'yə bölünən. 14'ə bölünənlərin sayını tapaq. 300 bölünsün 14. 314'ə böləndə 1 dəfə 14. Üzüstəyəm 2 dəfə eləyir. 28, 20'ni də böləndə 21.
İndi birləşmə yazaq ki burada. Həm 2-yə, həm də 7-yə bölünənlərin sayı nə qədərdir? 2-yə 7-yə bölünənlərin sayını tapmaq üçün çoxların birləşməsinə görə 150 ilə 42-ni toplayıram. Çıxıram kəsişmənin sayını. 192, o da eləyir 171. 171 dənə burada nə var? 2-yə və 7-yə bölünən ədəd var. 171 dənə. Amma 171 dənəsi 2-yə və 7-yə bu tapdıqların bölünən ədəddir. Qarşılıqlı sadə olması üçün onda 300 ədəddən 171-in çıxaram. 129 dənə də burada nə olacaq? Qarşılıqlı sadə olacaq. Yəni 2-yə və 7-yə bölünməyən ədədlər olacaq. Doğru cavab burada 24-də C bəndi. Keçək 25-ci suala. 25-ci sualda modulun xassəsini tətbiq edək. Burada 2B minus A minus A-nın modulu plus B-nin modulu. Yəni modula aid sadə bir sual tipidir. 2B, yəni B müsbətdir, A mənfidir, çıxanda müsbət verəcək. A mənfidir və B də müsbətdir. Sadələşdirək. Burada oldu 2B minus A minus, bu da mənfidir, bu da mənfidir, plus A oldu, plus B oldu. A'lar getdi buradan, qaldı 3B. Doğru cavab burada B bəndi. 26-cı sual, mükəmməl bir sual. 1200-ün natural bölünən hissəsi tam hesabı kvadrat kökü tam ədəddir. Aha, sualın gözəlliyinə bir baxaq. 1200. 1200 yazaram belə. 3 vurulsun 4. Qaldı burada 100. 100'ü də yazaram 2'nin kvadratı vurulsun 5'in kvadratı. Bərabərdir. Bu 4 vurulsun 2'nin də belə yazaram. 3 vurulsun 2'nin kvadratı. Bunu belə yazaq da. 5'in kvadratı yazdım burada. 2'nin kvadratı vur 2'nin kvadratı. Vur 5'in kvadratı. Bu da belə yazılmalıdır. Hesabı kvadrat kökü tam ədəd deyirsə, mən onu kvadrat hansı ədədlərdən kvadrat kök hesabı kvadrat kök çıxır? O formada yazmalıyım. Yəni 2'nin kvadratı 2'nin kvadratı 16 eləmir. 16'nı yazaram belə. 3 vurulsun 4'ün kvadratı vur 5'in də kvadratını yazaram 25 üstü 1. Bu formada yazaram. Və bu 3'ə dəymirəm. Burada natural bölənlərin sayını taparam. Yəni burada natural bölənlərin sayı 4'ün kvadratı və 25 üstü 1'də nə qədər bölən sayı var? Cavab, bu 2'ni bir vayda artırıram. Bu biri bir vayda artırıram. 3 vur 2 bərabər 6 dənə burada ədəd var. Məsələn, hansılardır o ədədlər? Ola bilər ki, belə olsun. 4 vur 25 olsun. 4'ün kvadratı olsun. 25 olsun. 25 vurulsun 4'ün kvadratı olsun. Bax, belə də yazmaq olar. Hansılar qaldı burada? 4'ün kvadratı. 4'ün özü var. 4'ün özü var. 1, 2, 3, 4, 5. Bəs biri hanı? 4'ün kvadratı vur 25'i yazmışam. Bir də 1 verəcək. Amma bir də ki, bir hesabı kvadrat kökü tam olsun. Birin də hesabı kvadrat kökü nədir? Elə 1'ə bərabərdir. Doğru cavab hansı bənd olacaq? Burada E bəndi 6 dənə. E bəndi. Keçirik 27-ci suala. A ədədi B plus 1 ilə düzdür. Yazaq A bərabərdir B plus 1. Surətdə 1 minus B ilə tərsdir 1 minus B məxrəcdə və vurulsun K bucaq əmsalı. A3 olanda B5 olur. A-nın yerinə 3 yazaq, B-nin yerinə 5 yazaq. 5 plus 1 6, 1-dən 5 çıxanda -4 vur K. Buradan tapırıq ki, -1,5K bərabərdir 3'ə, K da bərabərdir -2. Deməli, bizim mütənasibliyimiz belə alınmalıdır. A bərabərdir. Buradan -2'ni qarşıya yazın. -2 vurulsun. B plus 1 bölünsün 1 minus B. Və indi deyir A5 olanda B neçə olmalıdır?
A-nı yerinə 5 yazıram. 5 bərabərdir -2 vurulsun B plus 1 bölünsün B plus 1 1 minus B. 5 bölünsün 2 bərabər B plus 1 bölünsün 1 minus B. Çarpaz vururam bunu. 5 minus 5B bərabərdir. Bunu çarpaz vuranda 2B minus 2. Attım -2B'ni sonra oldu -3B bərabərdir -7. B də bərabərdir 7 bölünsün 3. Doğru cavab hansı variant? C bəndi. Gəldik 28-ci suala. 28 A ilə B-nin həndəsi ortası 6 kök altında 2. Yəni kök altında AB bərabər 6 kök altında 2. Buradan da AB-ni tapa bilərəm də neçə eləyir? 36 vur 2 72. Kök altında B isə B ilə C-nin həndəsi ortası 2 kök altında 6-dır. Buradan çıxır ki BC bərabərdir 4 6-nın 24. A ilə C-nin həndəsi ortasını soruşur. A və C-nin həndəsi ortası. A ilə C-nin həndəsi ortası, ədəd ortası 8-dir. Buradan bunları nisbət kimi yazsam, bir-birinə bölsəm nə olacaq? B'lər getdi, oldu. A bölünsün C bərabərdir 3. A da bərabərdir 3C. A ilə C-nin ədədi ortası 3-dürsə, A plus C bərabərdir. Ədədi 8-sə toplayanda 16. A-nın da yerinə 3C yazıram buradan. 3C yazanda olacaq 4C bərabər 16. C bərabər 4. Elə C-ni soruşur. Cavabımız Y bəndi. 29-cu sual. X bölü Y bölünsün Z bərabərdir. 10 bölünsün 12 bölünsün 15. Bu ədədlərlə tərs düz mütənasibdir. İndi deyir ki, bu ədədlər hansı ədədlərlə tərs mütənasib olar? Yəni biz bunu tərsinə yazmalıyıq ki, x-də 1 bölünsün y-də 1 bölünsün z-də 1. Bu bərabərdir. 10-da 1 bölünsün 12-də 1 bölünsün 15-də 1. Bunu da vuraq neçəyə? 60-a vuraq, tam nisbətə gətirək. 60-ı 10-da 1-i 60-a vuranda 6 bölünsün 5 bölünsün 4 nisbət. Tam nisbətə gətirmək üçün hər birin 60-a vurdum. 6, 5, 4. Hansı variant? Y variant. Növbəti sualımız 30-cu sual. Koşu bərabərsliyə burada tətbiq olunacaq. X-y z bərabərdir 4-də 7 və bu ifadəni ala biləcək ən kiçik qiyməti soruşur. X-də 3 üstə gəlinsin 4 bölünsün 3y plus 7 bölünsün 4z. Koşu bərabərsinə görə bu böyük bərabərdir. 3 vurulsun kub kökdən bunların hasili. X-də 3 vurulsun 4 bölünsün 3y vurulsun 7 bölünsün 4z. 3'lər getdi buradan, 4'lər getdi bu. Bu bərabərdir deməli 3 vurulsun kub kökdən. Nə qaldı burada? Surətdə 7 qalıb. Məxrəcdə isə qalıb x, y, z qalıb. X, y, z-in hasili 4'də 7'dir. Bu da bərabərdir. 3 vurulsun kub kökdən 7 bölünsün 4'də 7. Yəni vurulsun 7'də 4. Burada deməli x, y. Burada x, y, z hasili 4'də 7 yox, 8'də 7 olmalıdır. Ona görə 8'də 7 olsa vurulsun 7'də 8, o da bərabər olacaq. 7'də yaxsa 7, 3 kub kökdən 8, o da bərabər 3-2-nin 6. Demək, ən kiçik qiyməti burada doğru cavab olacaq B bəndi. 31-ci suala gəldik. 31-ci sualda deyir, saat 15:20-dən 17:30-a döndükdə saat əqrəbi neçə dərəcə dönər? Saat nə qədər dönür? 15:20-dən 17:30-a qədər hərəkət edir 2 saat 10 dəqiqə. Yəni 2 tam 6-da 1 saat. O da eləyir 6-da 13 saat. 1 saata 30 dərəcə dönür. 6-da 13 saata da 6-da 13-ə vuraram 30-a.
Bu oldu 5. 5 onun üçün 65 dərəcə dönər saat əqrəbi. Doğru cavab 31-də D bəndi. 32-ci sual. Yazıb ki, burada 24 vurulsun 60 faktorial bərabərdir A vurulsun 2 üstündə A vurulsun 3 üstündə B. AB cəminin ən böyük qiyməti tapın. AB cəminin ən böyük olması üçün onda 60 faktorial və 24-ün tərkibində nə qədər 3 vuruğu, 2 vuruğu varsa, hamısını mütləq A-dan, buradakı böyük A-dan kənarlaşdırıb, buradakı kiçik A və B-lərə verməliyim. 24-ün tərkibində görünür ki, 3 vurulsun 8 var. İndi araşdıraq ki, 60 faktorialın tərkibində nə qədər 2 var, nə qədər 3 var. Yazaq ki, 60 faktorial 60-ı 2-yə böləndə 30-u 2-yə böldüm, 15-i 2-yə böldüm, 7-ni 2-yə böldüm, 3-ü 2-yə böldüm, 1. Burada natamam qismətləri toplayıram. Yəni, yazaq ki, burada A bərabərdir 30, 15, 7, 3, 1 və qabaqda da 60 faktorialın qarşısında 2-nin kubu var. Orada da 3 dənə 2 var. Plus 3. Nə qədər oldu bu? 45, 7. 45, 7, 52, bu da 3, 55, 56, 59 dənə. 3'ləri də hesablayaq burada. 3'lər nə qədər 3 var? 60'ı 3'ə böldüm. 20'ni 3'ə böldüm. 6 dəfə. 6'ını da 3'ə böldüm 2 dəfə. Burada indi B-ni də tapmaq üçün 26, bu da 26, 2, 28 plus bir dənə də 3 var burada. 29. 59 və 29'u toplayanda eləyir 88. A plus B cəmi olacaq 88. Doğru cavab 32'də hansı variant? A variantı. 33-cü sual. İfadəni yazaq əvvəlcə. 7, 6 plus 8-də 7 plus 11-də 9 bərabər K olarsa. 7-də 18 12-də 19 11-də 28'i K ilə ifadə edin. Bunu X yazaq və əvvəlcə sualı fikirləşək ki, burada nə etmək lazımdır ki, hansı əməliyyat icra etmək lazımdır ki, bu toplayanda, çıxanda, varanda nəsə tam versin. Buradakı aşağıdakı ifadəni 3'ə, buradakı ifadəni 2'yə vururam. 3'ə vuranda olacaq, yuxarıdakı olacaq belə. 7'də 12, 8'də 14, 11'də 18. Bu 2K. Aşağıya baxaq. Bunu 3'ə vurmuşam. 7'də 3, 18'in 54. 12'də 3'ə vuranda 57. 11'də bu da 3'ə vuranda 84. Bu da oldu 3x. İndi bunu tərəf-tərəfə çıxaq. Bundan bunu çıxaq. Aşağıdan yuxarını çıxaq. 7, 54'dən 7, 12 çıxanda 42 qalır. İləri 6. 57'dən 14 çıxanda. Burada belə yazaq da. Bunu ixtisara aparaq. İxtisar aparanda 2'ə 7, 4'də 7. Bunu 3'ə ixtisar aparaq. 4'də 19. 19'dan 17 çıxanda 12, bu oldu 3. Burada da 84'dən 18 çıxanda 70, 66. Bölü 11, 56. 3x minus 2k. Yazaq ki, 3x minus 2k bərabərdir 15. 2k bərabərdir 2k, üzr istəyəm. Mənə 3x tapmaq lazımdır. 3x bərabərdir. Mən nəyi tapmalıyam? X-i tapmalıyam. X neçəyə bərabərdir? Deməli, 3x bərabərdir 2k plus 15. X də bərabərdir 3'də 2k plus neçə? 5.
5 plus 3'də 2k. 5 plus 3'də 2k olmalıdır. Bəli, burada doğru cavab deyə bəndə. Burada bir dənə plus olmalıdır. Bu texniki səhvdir. Gəldik 34-cü suala. Bizə nə verilib? Burada verilib ki, a plus b bölü 3. A plus c bölünsün 4 və bərabərdir b plus c bölünsün 5. ABC cəmi 42-dir. Burada belə ifadə edək ki, burada a plus b-ni 3k kimi yazaq. A plus c-ni 4k yazaq. B plus c-ni də yazaq 5k. Toplayanda bunların hamısı nə olacaq? 2 vurasın a plus b plus c bərabərdir 3, 4, 5k. 12k. A, b, c cəmi də oldu 6k. A, b, c cəmi 6k-dırsa, birincində nə yoxdur? C yoxdur. Deməli, c-miz 3k-dır. İkincidə nə yoxdur? B yoxdur. B-miz 2k-dır. Üçüncüsündə də a-mız yoxdur. O da k-dır. Və toplam cəmi 42-dir. Bunları toplayanda 3, 2, k. 6k bərabər 42, k 7-dir. K 7-dirsə, onda yazaq ki, 3a minus b. 3a minus b. A-mız neçədir? K-dır. B-miz də 2k. Elə çıxanda k verir, k da 7-dir. Doğru cavab 34-də hansı variant? B variant. Növbəti 35-ci sual faiz məsələsidir. Tacir əlindəki malın 8-də 5. Tacirin əlindəki malın 8-də 5 deyirsə, mən bunu dəyişənlə ifadə edə bilərəm. Və yaxud da ki, daha rahat sadəlik üçün də 8-ə bölünən bir ədəd deyə bilərəm. Məsələn, daha rahat bir ədəd 800 manat. Bu tacirin malının qiyməti. Bunun deyək ki, 8-də 5-i, yəni 500 manatı 35% qazancla. 500-ün 35%, yəni 500-ə aldı, satdı, 500 manatdır. 500-ün 35% nə qədər edir? Buradan bunun qazancı belədir də. 5-i vuraq 35-ə də 150, o da 175 manat bunun qazancı var. Qalan 2 satışın sonunda 20% qazanc əldə etsin. Qalan 2 satışda bunun qaldı burada neçə manat? 300 manatı var. 2 satışın sonunda 20% qazanc əldə eləsin. Tacir əlindəki malın 8-də 5-in 35% qazanır. Satmışdır. Qalan 2 satışın sonunda 20% qazanc əldə etsin. Burada da yenə texnik səhvdir ki, sözləri tam bura yazmamışam. Sual məsələ belə olmalıdır ki, burada tacir ikinci satışdan nə qədər zərər etməlidir ki, 2 satışın sonunda 20% qazanc əldə etsin. İkinci satışı bilmirəm. Buna yazıram x qədər. Və bu satışın sonundan bunu 20% qazanmaq istəyir. O zaman vəziyyət burada belədir ki, bu 20% qazanmaq istəyirsə, onda ümumi olaraq, yəni bu məbləğ, bunun maya dəyəri 800 manatdır. 800 manat. 800 manat bunun maya dəyəridirsə, 20% qazancsa, deməli bu nə eləməlidir? 800-ün 20%, 160 manat edir. 800-ün 20%. Elədir 160 manat. Tacirin ümumi gəliri 160 manat planlaşdırılıb belə fikirləşir. Bu 175 manat gəlirdirsə, deməli burada ikincisində artıq bu nə eləməlidir? 15 manat zərər etməlidir. Ki bu 160 manat, 175 manat gəlir, bu da 15 manat zərər. Nə qədər eləyir? 15 manat zərər, yəni faizə çevirsəm 15 300 neçə faizidir? 15-ə bölsəm 20-də 1, o da eləyir 5% zərər eləməlidir. Doğru cavab burada A bəndə olacaq. Otuz 36-cı suala gəldik. 36-cı sualda x -kök altda 29-un tam hissəsi, üzr istəyirəm, kök hissəsi özünə bərabərdirsə, x burada
29-dan böyük kök nədən çıxır? 6-dan çıxır. Y plus kök altda 11-in kəsrəsi özünə bərabərdirsə, y buradan 11-dən aşağı nədən kök çıxır? 3-dən çıxır. 9-dan çıxır, 3 edir. Olacaq -3. Çünki burada müsbət olduğuna görə bu -3 olmalıdır. İndi z çıxılsın x plus y. 6 və 3'ü tapmışam burada. 6-dan 3 çıxanda 3. Bunun da kəsrəsi özünə bərabərdirsə, z də bərabərdir 2. X, y, z cəmini soruşur. 6, 3, -3 və 2. 8-dən 3 çıxanda x plus y plus z bərabərdir 5'ə. Doğru cavab deyil bəndə. 37-ci sual. Gözəl sual. Məxrəci 360 olan düzgün kəsrlərdən ixtisar olunanların cəmini tapın. Bəh. Deməli, məxrəci 360 olan nə qədər düzgün kəsir var? Gəlin onu tapalım. 360 olan düzgün ixtisar olunan kəsirlərin sayı belə tapılır da. 360-ın sadə bölənlərin 2, 3, 5'dir. Əvvəl ixtisar olunmayanların sayını tapaq. İxtisar olunmayanlar. İxtisar olunmayanlar belədir. 360 vur 2'də 1, vur 3'də 2, vur 5'də 4. 360, 2, 3'ün 6, 5'in 30, 30'da 8. Bu getdi ixtisar 12'nin 8'də 96. Dənə ixtisar olunmayan var. İxtisar olunanlar isə ixtisar olunan 360, 359'dan çıxacam 96'nı. 9, 6, 3 dənə. 5, 9, 14'dən 9 burada 5, 253. 253 dənə də ixtisar 6-da çıxın, birdən səhv hesablayıram. 359 çıxsın 96. Çıxdım 3, 14'dən 9, 5, 253. İxtisar olunanların cəmidir. Artıq burada bir yeni tip sualdır və burada bu sayı bölürəm 2'yə. 253'ü bölürəm 2'yə. O da olacaq 100. 20. 250'nin yarısı 125. O da 1,5. 126,5. Daha doğrusu mən burada 9'dan 6 çıxdım. 3, 15'dən 9 çıxdım. Bu 6 eləyir də. 6. Hətta 6 da hesabladım, səhv hesabladım. Və 263'ü də 2'yə böləndə 131,5 eləyir. Bəli. İzahı bunun hardadır? Niyə görə belə olur? Onun üçün adi və onluq kəsir video izahda orada geniş izah vermişəm. Ora baxa bilərsiniz, orada dinləyə bilərsiniz bu sual tipini. 38-ci sual. ABC həqiqətləri üçün A-nın kubu B sıfırdan kiçik. AC kvadratı minus AB. Bunu belə yazaq da. AC kvadratı kiçikdir AB-dən və ABC də böyükdür sıfırdan. Olarsa ABC-nin işarəsini təyin edin. Aha, çox gözəl sualdır bu. Gəlin buna bir dənə baş sındıraq. Burada birinci və üçüncünü əlaqələndirə bilərik ki, A-nın kubu B mənfidirsə, deməli AB də burada mənfidir. Çünki bu tək dərəcə nəysə dəyişdirmir ki. Əgər AB mənfidirsə, onda AB mənfi olsa, onda C burada nədir? C müsbətdir. Yazaq ki, birinci buradan çıxır ki, A, B, C. C-nin müsbət olmağını buradan çıxartdıq. Bu gözəl, C müsbətdir. C müsbətdir. İndi C müsbət olsa belə, yəni biz ikinci evdən müraciət edək. Burada AB mənfi ədəddir. İndi mənfi ədəd AC kvadratından böyükdürsə, onda mütləq A burada mənfidir. Çünki A-nı C-nin kvadratına vuranda müsbət olsa, bu mənfi ədəd bundan böyük ola bilməz ki. Deməli, A burada mənfiymiş ki, mənfini C-nin kvadratına vuranda bu AB-dən daha kiçik olub. A mənfi B, C müsbət. Qaldı AB də mənfi olduğuna görə B də müsbət olacaq burada.
Mənfi, müsbət, müsbət. Mənfi, müsbət, müsbət cavabı harda var? Heç yerdə. Ona görə burada B variantına bir dənə yazaq ki, burada olsun mənfi, müsbət, müsbət. Doğru cavab burada B bəndi. 39-cu sual. A minus B bölünsün A plus B, 2 bölünsün 5 isbətdədir. Çarpaz vuraq bunu. 2A plus 2B bərabərdir 5A minus 5B. Atsam sol tərəfə 7B bərabərdir 3A. Buradan B bərabərdir 3K. A da bərabərdir 7K. Bu gözəl. İndi yazaq 2 vurulsun əkub. Əkub A. A'mız 7K. A minus B'də 7-dən 3 çıxanda 4K. Üstə gəlinsin. 3 vurulsun. 3 vurulsun. Əbob. A. A'mız yəni 7K. A'dan da B çıxanda o da olacaq. Elə 4, eyni ifadədə 4K. Bərabər 354. 7K 4K. Əkobu bunun edir 28K. 2 vurur 28K plus 7K'nın 4K'nın əbobu edir K. 3'ə vuranda 3K. Bərabər 354. 2'ni 28'ə vuranda 56'nı 3 topladım elə 59K. Bərabər 354 və buradan 354'ü bölürəm 59'a. 354 bölünsün 59. Deməli 2 dəfə 5 9'un 6 dəfə 6 9'un 54 54 5 yadda 6 5'in 30 o da 335. Deməli bu oldu 6. K'nı 6 tapdım. K'nı 6 tapdım nə soruşur? 3A minus B niyə? 3A yazıram burada. 3A minus B. A 7K'dır. 21K. B'de 3K'dır. Oldu 18K. K'nı neçə tapmışdım? 6. 6'nı 18'e vurdum. 108. Oldu. Bir de K'nı 6 tapdım. 21K minus 3K. B'miz 3K'dır. 18K o da eləyir 108. Bəli, o 39'da doğru cavab B bəndidir. Bu B bəndi 108'dir. Və sonuncu 40-cı suala keçirik. A bankına deyir 7%'dən 2000 manat pul qoyulub. Yazaq ki 2000 manat 7%'dən bu pul qoyulub. İkincisinə B bankına 5000 manat qoyulub. 4%'dən. C bankına 6%'dən nə qədər pul qoymaq lazımdır? Bu artıq X-dir və bura neçə faizdən? 6%'dən qoyulub. Ki ümumi qoyduğu pulların gəliri 5% olsun. Bunun məhlul məsələsi kimi həll edə bilərik. Yəni ayrı-ayrı 2000'in 7% gəlir burada nə qədərdir? Gəlir burada 140 manatdır. 5000'in 4% bu da eləyir 200 manat. X'in də 6%'i 0'dan %6x. Bölünsün ümumi gəlir. Ümumi gəlir yox, ümumi məbləğ. 2000, 5000, 7000 üstə gəlsin X. 5% demir. 5% də yazaram ki, elə 5'i %5 kimi yazım. %5 hissə. Bu oldu sadə bir tənasib. Vuranda 100'ü 140 ilə 200 toplayanda 340 eləyir. 340 yanında 2 dənə 0. Üstə gəl 6x bərabərdir. 5'i 7000'ə vuranda 35000. Üstə gəl 5x. 5x'i attım sola. X bərabərdir. 35000 bu da 34000. Çıxanda 1000 manat. Deməli C bankından 1000 manat götürmək lazımdır ki, ümumi gəlir olsun 5%. Belə dəyərli müəllimlər, inanıram ki, bu sizin üçün çox faydalı bir video oldu. Söz yox, texniki səhvləri var. İndi onu PDF-də onsuz da özüm düzəldib sizə göndərəcəm. Bir narahatçılıq yoxdur. Buyurun. Öz fikirlərinizi rəylərdə mütləq qeyd edə bilərsiniz. Növbəti videolara qədər görüşənədək növbəti videonu
Növbəti sınağı növbəti oktyabrın axırı, noyabrın əvvəli planlaşdırıram. O vaxtda hazırlayıb tərtib edəcəm.